Peyğəmbər 3 gün evdən bayıra çıxmır. 3 gün evdən çölə çıxmır. Ailə deyib bir-birinə ki, Allahın elçisi 3 gündür evdən çölə çıxmır. Qəmlidir, oturub ağlayır. Deyirlər, necə eləyək Peyğəmbər, əlac eləyək, kim geçsin o yanına, necə eləyək? Hamısı İmam Hüseynə baxır. İmam Hüseynə baxır, sən ged, babamın yanına və onu bu qəmdən sən çıxarda bilərsən. Deyir, gəlir, qucaqlayır, boğazını qucaqlayır, Peyğəmbəri ibadət mehrabında ağlayan halda görür. Boynunu, boğazını qucaqlayır, üzün qoyur üzünə. Peyğəmbər dərhal onu görən kimi dayanır, sakitləşir, aram olur. Deyir, baba, niyə ağlayırsınız? Niyə narahatsınız? Deyir ki, mənim övladım, eşitmişəm ki, mənim ümmətimin bir dəstəsi bir müddət Allahın əzabında qalacaq, sonra bağışlanacaqlar. Onların dərdi məni götürüb aramlığım əlimdən çıxır. Adama bax, insana bax, dərdinə bax. İnsan dərdinə bax, bu Allahın Peyğəmbəridir. Dərdi budur, bax ki, kimlərsə günahkarlar əzaba düçar olacaq. Bizim üçün danışır, ha, biz demirik, günahkaram mən, hamımız deyirik də bunu, günahkar. Təvazökarlıq eləyib deməyəcək ki, biz günahkar da deyilik. Bundan oynasıdır, günahkarıq. Günahkarıq, bizim üçün ağlayır, bizim dərdimizi çəkir. Sənin mənim üçün ağlayır. Deyir, nida gəlir ki, ya Rasulallah, ağlama Hüseynə bağışladım. Sənin bövladın çox məzlumdur axı. Onun məzlumiyyəti bəhanəsi ilə, onun şəfaəti ilə günahkarların hamısı cənnətə gedəcək. Şəfaət olunacaqlar. Ona sevgi səbəbi ilə. Biz bu Peyğəmbərin ümmətiyik, biz beləyik. Biz günahkar axtarırıq ki, abrını tökək. Biz adam gözləyirik ki, bir səhv eləsin, onun abrını aradan aparaq və bundan zövq alırıq. Bu nə şeytani xislətdir gəlib bizim canımıza düşüb. Allah'tan əsər əlamət yoxdur. Bizim Allah'ımız hansı hissədə qalıb ki, bizim ictimai münasibətlərimizdə özünü göstərmir. Həyatımızın hansı hissəsindədir o Allah? Ancaq məscidin içindədir. Ancaq məsciddədir, o məsciddə də olsa həyata təsirini göstərər.